Başladı. Yaxşı. Görək necə olur. Salam dostlar. Salam, xoş gördük. Bugünkü mövzumuz bizim bu vaxtla bağlıdır. Adətən indi uşaqlar dərslərini qurtarırlar və yeni bir dövrə, yeni bir təhsilə keçim mərhələsində olurlar. Yəni orta məktəbi bitirirlər, universitetə, falan ali təhsilə keçid edirlər və yaxud da ümumiyyətlə bir sinfi qurtarıb digər bir sinfə keçirlər. Hər halda buna deyək belə stresli bir vaxtdır. Ailələr üçün, həm də uşaqlar üçün. Buna görə biz istədik ki, məsələ bu stresli məqamla danışaq. Görək bu indiki bu dərsin sonu, imtahanlar, bu ailələrdə necə olur və bu keçidi necə yaşamalı ki, çox, yəni ki, hər tərəf, həm uşaqlar, həm də ki, ailələr bu prosesdə itki ilə yox, əksinə daha fərqli bir formada bu prosesi adlaya bilsinlər. Deyəsən uzun çəkdi təqdimatı. Normaldır. Əslində çox ağır bir mövzudur və çox həssas bir temadır. Ona görə istəyirdim ki, biz onu siz danışsanız daha yaxşıdır, belə deyək. Çünki sizdə daha... Əslində, baxsanız, burada bir məsələni qeyd etmək istəyirəm. Hər kəs, hər bir ailə, hər bir valideyn öz uşağından mükəmməllik gözləyir. O istəyir ki, onun uşağı çox yaxşı bitirsin, hamısı 5-lər olsun, sonra gəlib əla şəkildə universitetlərə, istədiyi universitetə, valideynin istədiyi universitetə qəbul olsun. Yəni, heç bir, deməli, heç bir problem olmasın. Amma mənə elə gəlir ki, bu proseslərdə mən çox istərdim. Çünki indi görmüşük dostlarımızın uşaqları olub, elə bu ərəfədə ümumiyyətlə yeniyetmələr arasında intihar həddindən artıq artır və yalnız intihar deyil. Məsələn, evdən qaçan uşaqlar da olur və s. Yəni, ailədə bir gərginlik yaşanır. Mən demək istəyirəm ki, bu həddindən artıq bu həssas məqamları çox asta keçmək mümkündür. Uşaqları gərək bu prosesdə onların üstünə çox getmək lazım deyil. Məsələ burasındadır ki, biz həmişə təhsilin sonuna, yəni ki, hansısa bir universitetə girməyi və yaxud da qiymətləri əla olmağı, qızıl medal almağı məsələn, biz bunların hamısı məqsəd kimi görürük. Məncə bu məqsəd deyil. Məqsəd olmamalıdır. Yəni, bir uşağın gəlib ən yaxşı universitetə girməsi məqsəd olmamalıdır. O qədər yaxşı universitetlər bitirən var, amma öz həyatlarını heç qura bilməyiblər. O qədər əlaçı uşaqlar var, sonra artıq başqa bir pillədə o əlaçılığı ona yardım etmir. O çox tez bir zamanda da qırır və geridə qalır. Yəni, mən burada bir məsələni demək istəyirəm ki, əsasən valideynlər nəyə fikir verməlidir? Prosesin özünə fikir verməlidir. Bax, bu il boyu təhsil var. Yəni, kitabla uşaq arasında elə bir münasibət qurmalıdırlar ki, bu münasibət, hətta bu münasibətin özü məqsəd olmamalıdır. Uşağın həyat tərzinə çevrilməlidir. Kitab, dərs. Yəni, əgər uşaq kitabı sevərsə, o istər-istəməz dərsi də sevəcək, tədrisi də sevəcək. Kitabı sevməzsə, o tədrisdən uzaqlaşacaq. Ona görə kitabla uşaq arasında təbii bir münasibət qurmaq lazımdır. Yəni, mən sizə istəyirəm ki, bir pritsa danışmam. O pritsa danışmazdan əvvəl bu barədə səni istərdim ki, dinləyəm, görüm sənin fikrin nədir? Mən valideynlərə müraciət etmək istəyirdim. Həqiqətən çox ağır bir dövrdür. Bax, bu imtahanlar, stres falan. Lütfən, çox xahiş edirəm sizdən. Çalışın, uşağın üstünə çox gəlməyin. Yəni, onu daha çox sevgi ilə, diqqətlə əhatə edin. Yəni, qoy o hiss etsin ki, atası, anası onun yanındadır və hansısa bir rəqəm, hansısa bir qiymət onlar üçün, hər kəs üçün vacibdir. Nə qədər biz desək ki, əlaçı olmaq o qədər də vacib deyil. Hər kəs istər-istəməz öz uşağından, öz övladından daha yaxşı bir nəticə gözləyir. Və təbii ki, bunun əsasında kökündə bir xoş niyyət dayanır da. Yəni, çünki biz
hesab edirik ki, uşağın parlaq gələcəyi məhz onun aldığı təhsillə, aldığı qiymətlərlə bağlıdır. Amma mən Şahbaz bəylə bu məsələdə razıyam. Əslində bir mənalı şəkildə belə bir şey yoxdur da. Yəni bax sən 5 alsan, mütləq səndə hər şey həyatında yaxşı olacaq. Ondansa da uşaq hiss etsə ki, valideynləri onu istənilən bir halda 5 alsa belə, almasa belə onun yanındadılar, ona dəstək verirlər, onu sevirlər. Onlar üçün o önəmli deyil. Əsas odur ki, uşaq sağlam olsun, həm fiziki, həm mental baxımından. Əsas odur ki, uşaq bilsin hara gedir, nə üçün gedir və o tutaq ki, ali təhsil alacaqsa, bilir nə üçün ali təhsil lazımdır falan. Qəti istəməzdim ki, kimsə bizim söhbətimizi belə başa düşsün ki, ay təhsil plan boş şeydir. Yox, əksinə, təbii ki, təhsil çox vacibdir. Ali təhsil də çox vacibdir. Amma bax biz uşağın üstünə düşürük adətən ki, mənə yaxşı qiymət ver, qiymət olmalıdır, qiymət cədvəlini yoxlayırıq və ya çox danlayırıq. Mən bir şey demək istəyirəm. Onsuz da bizim təhsil sistemimiz çox zayıdır. O heç kəs üçün sir deyil axı. Olsun dövlət məktəbi, olsun özəl məktəblərdə, yəni çox da belə super bir şey deyil də, belə deyək ki, biz uşaqdan belə tələb edək də ki, yox, bax sən mütləq yaxşı qiymət gətir falan. Ondan sonra da uşaqdan başqa şey gözləyək, başqa şey istəyək. İnsanlarla daha yaxşı münasibət, yəni kommunikasiya, əlaqə, ünsiyyət. Bəli, əlaqələri necə yaratmaq lazımdır, insanları necə sevmək lazımdır, insanlara necə hörmət etmək lazımdır və əsas necə deyirlər də, məktəbdə əsas qiymət deyil, əsas oxumağa, yeni bilik əldə etməyə uşaqda böyük bir həvəs olsun. Mən öz təcrübəmdən danışım, mən əlaçıyam, uşaqlıqda həmişə əlaçı olmuşam və mən indi hesab edirəm, indi başa düşürəm ki, bu mənim üçün əslində çox böyük bir baryer idi, çox böyük bir problem idi. Amma çox gec başa düşmüsən. Amma çox gec başa düşmüsən. Elə danışıram, hə, sanki mən... Hə, indi başa düşürəm. Yaxşı, biraz daha erkən vaxtda başa düşdüm ki, bu əslində mənim üçün çox problem yaradır. O mənada ki, məndə nəsə alınmaydı, ya mən nəyisə bilməyəndə, məndə artıq kompleks var. Axı mən əlaçıyam, əlaçı kompleksi. Axı həm məndən çox yaxşı bir bilik gözləyir, yaxud da yaxşı bir cavab gözləyir, yoxsa mən hər şeyi bacarmalıyam, məndə hər şey çox yaxşı alınır. Birisi necə çətindir. Yeni bir şeyi öyrənmək üçün, yeni bir şey başa düşmək üçün də, yəni mənim üçün artıq bir baryer var. Çünki mən özümə deyirəm ki, aha, birdən alınmadı. Aha, bəs nə olacaq axı falan. Yəni burada bir şey var ki, məsələn, bizi təhsil heç bir harda, yalnız burada deyil, Amerikada da, Avropada da təhsil mükəmməl insan yaratmır. Amma mənə elə gəlir ki, mükəmməl insan yaratmaq şansı ilk növbədə valideynlərdədir. Yəni valideynlər uşaqların vaxtını elə tənzimləməlidir ki, biz uşağa bütöv bir şəxsiyyət kimi baxmalıyıq. Nə ilə onu təmin eləməliyik? Yəni ki, birinci təmin eləməliyik ki, o əlbəttə ki, idmanla məşğul olsun. Bəli, əlbəttə. İkinci təmin eləməliyik ki, o mədəniyyətin nə olduğunu bilsin. Mədəniyyət, incəsənət, oxu, teatra getsin, konsertə getsin, müxtəlif tədbirlərə getsin, əyləncəli tədbirlərə getsin. Üçüncüsü, kitab oxu və ümumiyyətlə mədəniyyətinə və vərdişinə sahib olmalıdır. Yəni valideynlər bunu bilərəkdən uşağa göstərməlidir. Lazım deyil uşağı məcbur etmək ki, sən mütləq oxu indi, otur və oxu. Yox. Amma sən həmin vaxt oxu, özün götür oxu və uşaq 1 gün, 2 gün, 3 gün, 5 gündən sonra uşaq səni təkrar eləməyə başlayacaq. Yəni biz uşaqların həyatını elə tənzimləməliyik ki, o uşaqlar istər-istəməz sabah mükəmməl, cəmiyyət üçün yararlı olan mükəmməl bir insana çevrilə bilsin. Əks halda əgər biz onu gözləsək ki, təhsil bunu bizim uşaqlara verəcək ya verməyəcək filan, o başqa şeydir. Təhsil mənə elə gəlir ki, uşağın özünü təsdiq edən xırda bir icmadır və amma o uşağı özünə təsdiq eləmək üçün birinci növbədə biz öz uşağımızı ora göndərməliyik, hazırlayıb göndərməliyik. Uşaq orada məsələn deyək ki, indi oğlanlar nə ilə daha çox önə çıxırlar? Futbol oynamaqla, musiqidə, məsələn bir musiqi alətində öyrənməklə, ifa etməklə və yaxud qaçmaqla, yaxşı qiraət etməklə, oxumaqla və s. Yəni kitaba eyni zamanda uşaq bir işgəncə metodu kimi baxmamalıdır. Mənim yadımda ki, uşaqlıqda bizi salırdılar bir otağa, qapını bağlayırdılar ki, oxu. Orada heç kəs oxumurdu.
Yəni bu çox pisdir. Eyni zamanda mən onu demək istədim ki, bizim o deyəndə ki, sistemimiz çox zəifdir. Çünki hər şey əzbərləmə üzərində qurulur. Yəni biz hər şey əzbərləməliyik. Və təbii ki, uşaq onu elə bir saatdan sonra unudur da. Yəni sadəcə gedir qiymət alır, hə falan. Burada artıq yalan bir şey var. Burada artıq çox böyük problemlər var. Ona görə bax bu həm də ki yox, həm də ki burada bir şey var da. Yəni kitab oxu işgəncə deyil. Kitab oxu əyləncədir. Bunu həmişə bu şəkildə qəbul etmək lazımdır. Siz bədii ədəbiyyatdan danışırsınız. Söhbət yalnız bədidən getmir. Baxın, bir balaca bir uşaq bir əşyaları necə tanıyır? Məsələn, ümumiyyətlə bəşəriyyəti necə tanıyır? Əvvəlcə toxunur, sonra onun belə dili ilə toxunur. Yəni bütün bədən hisslərini, üzvlərini, bütün hiss orqanlarını bir şeyi tanımaqdan ötürü istifadə edir. Məncə oxu da belədir. Yəni ki, bir şeyi yadda saxlamaqdan ötürü o mütləq hərəkətdə olmalıdır. Məsələn, bizim uşaq nağıllarını, hansı nağılları əsasən biz yaddaşımızda saxlayırıq? O nağılları ki, orada biraz qorxunc şeylər var. Yəni o insanın bütün hisslərinə toxunur. Məsələn, deyək ki, Məlik Məmmədin kiçik qardaşı əgər bağdan alma oğurluğunun qarşısını almaqdan ötürü o barmağını kəsib və ora duz basırsa, bu duz basmaq və bu hərəkətliyin özü insanın yaddaşında qalır. Yəni bu mənada əgər biz istəyiriksə, təhsilimiz yadda qalan olsun və effektli olsun, uşaqlar üçün onu bir neçə cəhətdən bərkitməli. Yəni uşaq əylənərək bir şey öyrənməlidir. Yəni oturaraq, otur öyrən, bu olmur yəni. Amma sən onu oyun oynayaraq, hərəkətli bir şəkildə öyrədirsən. Öyrənməyi sevdirməlisən. Yəni uşaq sevməlidir. Nəyisə, yeni bir şeyi, yeni bacarığı, yeni bir elmi, yeni bir fəni, yeni bir nəyisə də biliyi əldə etməyi. Yəni bu proses onun üçün qorxulu olmamalıdır. Çox maraqlı olmalıdır. Bəli, mən sizə bir şey prosesdən yeri gəlmişkən mən indi burada bir İsveç pritsasını danışım. Mən uzadırdım o pritsha momenti. Çünki bilirsiniz də bizim videoları müəyyən bir nöqtəyə qədər baxırlar, misal üçün də, sonra tərk edirlər. Mən də həmişə dostlarından soruşuram ki, hansı momentdə siz videonu bağladınız? Onlar da həmişə, nə bilim, yazıqları gəlir bizə, deyirlər ki, yox, təcili işim var idi, ona görə bitirdim. Ha, yox, yəni biz qısa danışın, eləməyin də ki, hamı qaçsın. Yaxşı, bu çox maraqlı bir pritsadır, deməli, vacibdir. Bizim mövzumuza uyğundur. İsveçrədə bir kəndin, bir əyalətin kralı despotdur. Öz papağını meydanda asır, belə lələklər olan papağını böyük bir sütunun başına keçirir və insanları məcbur edir ki, o sütunun yanından keçəndə ona baş əysinlər. Bir ata və oğul buradan keçəndə təsadüfənmi, ya bilərəkdənmi, ya ümumiyyətlə onların xəbəri yox idi və bu sütuna baş əymirlər. Sonra bu kral dəvət edir, deyir ki, cəza müəyyən eləyir baş əymədiklərinə görə. Cəza ondan ibarətdir ki, almanı qoyur uşağın başına və deyir ki, oxla sən bu almanı uşağının başında deməli vurmalısan. Ya almanı vuracaqsan, ya əlbəttə ki, uşağa ox dəyəcək. Və bu proses baş verir və əlbəttə ki, xoşbəxtçilikdən bu alma vurulur. Yəni bunu bu oxu atan ata o qədər mükəmməl ox atırdı ki, o nəticəyə hesablanmamışdı. O prosesə hesablanmışdı. O prosesi o qədər dərindən öyrənmişdi ki, artıq o nəticə barədə düşünmürdü. Düşünmürdü ki, bu ox gedib ya oğluna, ya almaya dəyəcək. Çünki onun təsir etmə imkanları yox idi. Nəticəyə təsir etmə imkanı yox idi. Əgər siz də nəticəyə təsir etməkdənsə, siz prosesi maraqlı eləyin. Yəni proses özü mükəmməl olmalıdır. Yəni uşaqlar o qədər təhsilə, ondan kitab oxuya, mədəni həyata uyğunlaşmalıdır ki, bu mədəni həyatı özündə vərdiş etməlidir ki, nəticə öz-özünə yaxşı alınacaq. Yəni ona fokuslanmaq lazım deyil. Bax, mənim demək istədiyim budur. Çox uzun oldu. Bu aslında bir pritsha deyil, sanmıramsa bu axı eposdur, əfsanəvi bir qəhrəmandır. Bu əfsanəvi bir... Telman. Kim? Telman. Yox, Telman deyil. Adını bildirəm, demirəm. Yox, bu bir... Ola bilər. Yəni bu, əlbəttə ki, bu pritsalar, yəni bu əfsanəvi, deyək ki, nağıllar, belə deyəm, bunlar hamısı xalqın gen yaddaşından gəlir, yəni. Yaxşı, amma izləyicilərin 50%-ni artıq itirdik.
Okay. Onsuz da çox izləyicimiz yoxdur. Narahat olma itkiyə görə. Elə özünüz. Ha. İndi biz kitablar hissəsinə keçək. Bizim oğlumuz telefonumuzu əlimizdən götürüb deyir ki, mən indi stream atacağam canlı efir. Və başladı nəsə də biz də baxırıq, bazalanırıq. Həm çəkir özünü, öz pişiklərini, danışır. Sonunda da soruşuruq ki, neçə nəfər izləyici var idi. O da deyir, heç kəs yox idi. 0. Biz nəsə elə kövrəlik. Yəni onun nəyinə belə şeylər. Onun inadkarlığına, onun davamlılığına, o davamlı olaraq hər gün bunu edir və heç kəs baxmır. Və məndə əminlik var ki, yəni zaman gələcək o bunu edəndə, mən dünən açdım, baxdım və sonra o birinci bir nəfər qoşulanda o bilmirdi ki, mənəm. Çox sevindi o. Səsi eşidildi hətta. Amma sonra dedi ya, ata baxır. Yəni ki, hər halda bütün məsələlərə münasibət yalnız ardıcıl olmaqdadır. Nədəsə ardıcıl olursansa, orada mütləq orada bir nailiyyət var. Ardıcıl olmadan nailiyyət yoxdur. Ona görə Cavadın bu hərəkəti biz də davam edək. Baxmayaraq ki, biz davam edəcəyik. Hər gün davam edirik. Keçək kitablara. Kitablara keçək. Biz əslində Şabaz bəy bu mövzuda daha ağır danışmaq istəyirdik. Biz əsas mövzunu uşaqların, mən bu sözü hətta dilə gətirməyə qorxuram. Uşaqların intiharı ilə bağlı, uşaqların çünki həmişə bax bu ərəfədə başlayır bu proses və hər dəfə xəbərləri qorxa-qorxa açırsan, belə də çox ağırdır. Həqiqətən, yəni ki, məsələn, uşaq hesablayıb harasa qəbul olmağı və gedib ora qəbul olmur və bu evdə bir faciəyə yaşanır. Amma belə müsbət gözləntilərdən gedir. Yəni gəlmişkən onlar bu mövzuya da toxunur. Valideynlər, sizin gözləntiləriniz məhz sizə aiddir. Mən özümlə bağlı deyirəm. Yəni iki danışmayım da belə deyək də, özümlə də bağlı, nə vaxtda öz qızımla bağlı. Mən özümə uyğun gözləntilərim vardı. Mənim qızım Harvardda oxumalıdır, Stanfordda oxumalıdır. Sadəcə mən vaxtında başa düşdüm ki, onun istədiyi o şey deyil axı. O başqa bir yol seçib. Rəssam olmaq istəyir, elə də rəssam da oldu. Və mən bunu şükürlər olsun ki, vaxtında başa düşdüm və vaxtında da dəstək verdim. İndi də o çox istedadlı və çox bacarıqlı bir rəssamdır. Baxmayaraq ki, 18 yaşı var. Artıq adı kifayət qədər tanınır və çox gözəl rəsmlər yaradır. Mən isə vaxtında bax bunu etməsəydim, bax çox böyük konflikt olardı. Mən neçə bir ailə tanıyıram. Onlar da uşağın üstünə gəlirlərdi ki, yox sən belə, sən mütləq get həkim ol, sən get filan şey, tam nə bilim, narkozu bitir. Ondan sonra istəsən evdə çəkərsən, yaxud mahnı oxuyarsan. Və sonra da uşaqlar nəticədə birinci stres keçirirlər, ikincisi vaxt itirirlər, üçüncüsü istədiyi peşəni, onsuz da qayıdacaqlar istədiyi peşə, yaxud da ömür boyu bədbəxt olacaqlar. Yəni yenə qayıdıram bu sözə, sizin gözləntiləriniz məhz sizin özünüzə aiddir də, əl çəkək uşaqlardan. Nə istəyirlər, onu da etmirlər. Amma burada bir nüans var. Yəni nə istəyirlər, onu da etmək, bəzən uşaqlar nə istədiklərini bilmir. Məncə çox yaxşı bilirlər. Uşağa etibar etmək lazım. Çox zaman etibar etmək başqa, yəni. Amma hər halda onun nə istədiyini də kəşf etmək lazım. Valideyn bir kəşfiyyatçıdır uşağı ilə bağlı. Yəni o tədricən kəşf etməlidir ki, uşağı nə istəyir və ona yavaş-yavaş dəstək olmalıdır. Və bu dəstək elə dəstək olmalıdır ki, həm də başa vurmaq kimi yox, yəni. Gərək başa vurulmasın da. Bir yaxşılıq var, edilir. Yəni ki, ondan nəsə gözləyirsən, yaxşılıq var, edirsən və onu unudursan. Bu şəkildə olmalıdır. Sən uşağı üçün nə edirsənsə, onu unutmalısan dərhal. Demək ki, mən səni bax bunu verdim, bunu oxutdum, belə oldu, amma nəticə nədir? Onunla bir şey çıxmır. Yəni doğrudan da bax elə bir vaxta gəldi ki, indi çox ciddi bir deməli məktəblər bitir, uşaqlar imtahan verir, streslər, hər kəsdə bütün yeniyetmələr arasında bir gərginlik var. Yəni bu çalışın gərginlik bu mərhələsində uşaqlarınızın yanında olun, onlara dəstək verin. Ambisiyalarınızı biraz azaldın da. Yəni uşağa bu çox pis təsir edir. Deyirəm bunu. Əlbəttə. Və yəni əslində baxsan valideynin gözləntisi alınmayanda uşaqlar ya apatiya düşür, ya depressiyaya düşürlər, ya da intihar yolunu seçirlər. Yəni gərək valideynlər ikincisi bu uşaqlara deyək ki, Koroğlu adı, Qaçaq Nəbi, Babək, nə bilim nə böyük adlar qoyub və onlardan da böyük hərəkətlər gözləməyin yəni. Uşaqlara məsələn Cavid qoyub deməyin ki, bu Hüseyn Cavid olmalıdır, yəni. Bunu ona görə qoydum ki, bu Hüseyn. Yəni belə böyük adlar yəni ki, bu nəsə biraz tema, bu başqa bir şey. Mən indi istərdim ki, kitablar deyim. Dostlar, təzə demək bir kitab
nəşr etmişik. Yüksək effektli yeniyetmələrin 7 vərdişi. Digər bu çox gözəl kitabdır. Mən bunu mən təbii ki Stephen Covey'i oxumuşam və onun kitabında onun oğlunun Şonun ön sözü də çox maraqlı idi. Atası ilə bağlı, özü bağlı. Mən bu kitabdan 7 vərdiş nə vərdişdir? Əslində qısa olaraq sizin üçün oxuyum və qalanını özünüz bilərsiniz. Vərdiş 1. Proaktiv olun, həyatınızın məsuliyyətini öz üzərinizə götürün. Bu yeniyetmələrə aid. Məsuliyyətiniz öz üzərinizə. İkinci, məqsədinizi bilərək işə başlayın. Yəni həyatda missiyanızı və məqsədlərinizi müəyyənləşdirin. Üçüncü vərdiş, vacib olan şeylərə üstünlük verin. Prioritet verdiyiniz şeyləri müəyyənləşdirin və ən vaciblərini əvvəlcə edin. Vərdiş 4. Qazan prinsipi ilə düşünün. Hər kəs vərdiş qazana bilər düşüncəsi ağlında olsun. Yəni hər kəs istənilən bir vərdişi qazana bilərsiniz. Bu cür düşünmək lazımdır. Vərdiş 5. Əvvəlcə başa düşməyə, sonra başa düşülməyə çalışın. İnsanları səmimiyyətlə dinləyin. Vərdiş 6. Sinerji yaradın. Yəni əməkdaşlıq. Daha çoxuna nail olmaq üçün birlikdə çalışın. Yəni bir qrup insanla bir işi görməyə çalışın. Əməkdaşlıq edin. Vərdiş 7. Mişarı itiləyin. Özünüzü mütəmadi olaraq yeniləyin. Yəni daim özlərinizdə çalışın. Daim oxuyun, ondan məşq edin və s. Yüksək effektli vərdiş kitabı. Kim alacaq bu kitabı? Mükəmməl bir kitabdır. Yox, mən əsas məqamları dedim. Buyurun, siz hansı kitabı? Yaxşı. Mən bədii ədəbiyyatı çox sevirəm və həmişə hesab edirəm ki, uşaqlara mütləq bədii ədəbiyyat almaq lazımdır. Mən uşaqlar üçün bu yəni ki 7-13 yaşda olan uşaqlar üçün nəzərdə tutulub bu kitab. Emilin macəraları. Bu seriyada ümumiyyətlə Astrid Lindgrenin kitablarının sayı çoxdur. Azərbaycan dilindən indiyə kimi tərcümə olunan 9 kitabı var və bunlardan 3-ü məhz Emilin macəralarıdır. Baxın, bunu zəhmətli isə buradan mütləq oxuyun. Həm oğlanlar üçün, həm qızlar üçün maraqlı olacaq. Yeri gəlmişkən bir kitabda mən deyim. Aslında baxsan, yeniyetmə dövründə bir keçid mərhələsidir və orada daha çox konfliktlər nə ilə baş verir? Uşaqlar özlərini dərk eləməyə başlayırlar, müəllimlərin mənfi xüsusiyyətlərini görməyə başlayırlar və beləliklə məktəblə özləri arasında bir konflikt yaranır. Müəllimlərlə uşaqlar arasında konflikt yaranır və çox zaman uşaqlar məktəbə getməkdən imtina edirlər. Deyirlər, məktəbə getmək istəmirik falan. Bu kitab da elə bir kitabdır. Yəni 13 yaşında bir qız məktəbə getmək istəmir o və valideynlər istəyir ki, buna dəstək olsunlar. Və bu dəstək olmağı necə həyata keçirirlər, hansı üsuldan istifadə edirlər, onu bu kitabda görəcəksiniz. Bu kitab əslində baxsanız fəlsəfə haqqında romandır. Baxmayaraq ki, məktəbə getmir, amma o necə edirlər ki, məktəblilərlə eyni səviyyədə qalır. Hətta bunun düşüncə tərzi məktəbliləri də aşa bilir. Yəni təvəqqə edirəm, mütləq bu kitabla uşaqlarınızın nə qədər gec deyil, başını doldurmağa çalışın. Belə. Bu kitab həm uşaqlar üçün, həm böyüklər üçün. Düzdür. Mən bax bu kitabı təqdim etmək istəyirdim. Wim Pickett Azərbaycan dilində tərcümə olunub. Artıq desən 2 ya da 3 kitabı, 4 kitab olub. Mənim ən sevdiyim uşaq seriyasıdır. Mən özüm də yadımdadır, Ülviyə də bu kitabı oxuyurdu belə çox. Mən çox sevirəm bu seriyanı. Çünki burada ana obrazı var. O elə eynən mənəm. Və əslində övladımın yeniyetmə periodunda bax bu kitabı oxuyanda özümü çox rahat hiss edirdim. Çünki mən tək deyiləm. Orada həmin o protestlər, konfliktlər, uşaqlarla valideyn arasında falan çox gülməlidir, çox maraqlıdır. Uşaqlarınıza mütləq alın və məhz bu kitab 2 dillidir. Burada həm ingiliscədir, həm Azərbaycan dilindədir. Yəni məncə bu gün artıq kitab tövsiyələrini bəsli etmək çox uzun oldu. Mən sənin bir cəhətindən xoşum gəlir ki, sən həmişə uşaqlara kitab alırsan. Yalnız bir cəhət deyil, amma bir cəhətlərdən biridir. Cəhətlərdən biridir. Həqiqətən həmişə özdə yeni çıxan kitablar, adətən valideynlər var, daha çox klassikaya üstünlük verirlər, klassik kitabları oxumaq. Bəzən uşaqlar bax elə orada divara dirənirlər. Yəni yeniyetməni 12 yaşlı uşağa bəzən əgər özü istəmirsə oxutmaq
doğrudan da bəzən işgəncə verir uşaqlara da. Məsələn, Elədir. klassik kitabları oxutmaq çətin olur. Amma müasir kitablarla onlara nəsə oxu vərdişi yaratmaq olar və onda Müasir kitablar, müasir qəhrəmanlar uşaqlara təbii ki, daha maraqlıdır. Burada fantastika olsun, qorxu olsun, həyəcanlı olsun, macəra olsun, bütün bunlar səyahət olsun. Məsələn, bunları uşaqlar mistika olsun. Uşaqlar indi çox sevirlər fantezi janrı. Drakonlar, əjdahalar uçsunlar. Əlbəttə, yəni bu əslində baxsın bunlar hamısı nədir? Bunlar hamısı uzun bir yolun başlanğıcıdır yəni. Yaxşı. Oxu vərdişinin yaratmağın bir usuludur. Belə Şəbab bəy, mən istəyirəm təbii ki, sağollaşam bizim əziz izləyicilərimizlə. Sonra yadıma düşdü ki, sona qədər yəqin ki, yalnız bir nəfər baxacaq. Maksimum 2 ya da 3. Gəlin belə edək. Kim sona kimi baxdı? Çox sağ olun və rəydə yazın. Mən sona kimi baxdım. İlk 3 nəfərə kitab hədiyyə edək. Edək, biz onsuz da elə kitabları nəşr edirik, hamısını deyəsən axırda hədiyyə edəcək. Uğur olsun, çox sağ olun, minnətdarım bizə baxdığınıza görə. Sağ olun. Çox sağ olun. Suallarınızı yazın mütləq. Sağ olun.